Nizami rayonunda quldurluq hadisəsi baş verib. Nəzərinizə çatdıraq ki, hadisənin görüntülərini videonun sonunda sizə təqdim edəcəyik. Ayrı xəbər Qafqaz Info istinadən xəbər verir ki, martın 6-sı axşam saatlarında Nizami rayonunda yerləşən şərab mağazalarının birində quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, naməlum şəxs mağazaya daxil olaraq 21 yaşlı satıcını kəsici deşici alətlə hədələyib və kassada olan 1000 manat pulu ələ keçirib. Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən anban qeydə alınıb. Görüntülərdən məlum olur ki, cinayətkar sürətli hərəkət edərək satıcını qorxudub və qısa müddətdə kassadakı pulu götürərək hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları dərhal araşdırmalara başlayıb və keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusufov saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir və hadisənin bütün detalları öyrənilir. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın. İndi isə sizə hadisənin görüntülərini təqdim edirik.